Salam əziz şagirdlər. Bugün 8-ci sinif KSG 9-un izahına baxacağıq. Bərabərsizliklərə aid bölmədir. Birinci sualdan başlayaq. Birinci sualda bizə verilib ki, A böyükdür B bərabərsizliyi olduqda hansı bərabərsizliklər doğrudur? Birinci ilə başlayaq. Birincidə verilib A üstəgəl 3 bərabərdir B üstəgəl 3-ə. Bərabərliyin hər iki tərəfindən A'lar islah gedir. 3'lər islah gedir. Müsbət 3'lər. A bərabərdir B alınır. Amma bizə şərtdə nə verib? A böyükdür B olmalıdır. Bu yanlışdır. Keçirik ikinciyə. Mənfi 2'də 1 A böyükdür mənfi 2'də 1 B verilibdir. Hər tərəfi mənfi 2'də 1 B'yə bölə bilərik və yaxud da deyə bilərik ki, mənfi 2'də 1 B'lər hər tərəfdən ixtisar gedir. Əgər bərabərsizlik mənfiyə bölünürsə, bu işarə dəyişir. A böyükdür B, A kiçikdir B ilə əvəz olunur. Bu da yanlışdır. Nəyə görə? Bizə çünki A böyükdür B bərabərsizliyi lazımdır. Üçüncüyə baxırıq. Üçüncü. 7A böyükdür 7B. Hər tərəfi 7'yə bölürəm. Müsbət ədədə bölürəmsə heç bir işarə dəyişmir. A böyükdür B. Bu doğrudur. 1 oldu üçüncü. Dördüncüyə baxırıq. Dördüncüdə mənfi A böl 5, mənfi B böl 5. Hər iki tərəfi mənfi 5'ə vururam. 5'lər gedir ixtisara. Mənfiyə vurduğum üçün işarə dəyişəcək. İşarə dəyişir. A böyükdür B alınır. Bizə də nə lazım idi? Elə A böyükdür B lazım idi. Ona görə də bu da doğrudur. Dördüncünü də götürürük. İndi isə 5-ciyə baxırıq. A çıxılsın 0,1. B çıxılsın 0,1. Bərabərsizliyin hər bir sağına və soluna 0,1 əlavə edirəm. 0,1'lər gedir islaha. A kiçikdir B alıram. Amma bizə A böyükdür B lazım idi. Demək ki, bu da yanlışdır. Bu da yanlışdır. Sadəcə 3 və 4 uyğun gəldi. Üç və 4 cavablarda yoxdur. A böyükdür B. Burada doğru cavab düşməyibdir. Gəlin belə eləyək. 3 və 4 dedikdə cavaba. Burada bunu silək. Doğru cavab oldu C variantı. Üçüncü və dördüncü. Keçirik ikinciyə. İkinci tapşırıqda bizə deyir ki, mənfi 7,3 və 5,3 aralığına daxil olan tam ədədlərin hasilini tapın. Burada tam ədədləri yazmağa ehtiyac yoxdur uşaqlar. Mənfi və müsbət arasında 0 var ki, istənilən ədədi 0'a vuranda hasil 0 edir. Cavabımız C variantı. Üçüncü tapşırığa baxırıq. Üçüncü tapşırıqda bizdən kəsişmə istəyir. Ədəd oxu çəkirəm. Ədəd oxunda mənfi sonsuzluqdan 20'yə. 20'ni boş dairə qeyd edirəm. Çünki 20 daxil deyil. Baxın, buranı ştrixləyirəm. Biri budur. Mənfi 5'dən də müsbət sonsuzluğa. Mənfi 5 burada, buralarda bir yerdə mənfi 5 qeyd edirəm. Mənfi 5 də daxil deyil. Buradan da müsbət sonsuzluğa. Yəni sağa. Kəsişmə hara düşdü? Baxın, bura həm altdan, həm də üstdən ştrix etmişəm. Onda kəsişmə mənfi 5 daxil olmamaqla və 20 daxil olmamaqla olacaq bu şəkildə. Cavabımız B variantı. Sual 4. 2 ədədin cəmi 12'dən kiçikdir. Ədədlər bilmirəm. A və B yazıram. Cəmi budur. A üstəgəl B. 20'dən 12'dən kiçikdir. Ədədlərdən biri 4 olarsa, məsələn, bunun yerinə 4 yazıram. 4 üstəgəl B kiçikdir 12. Digəri hansı qiymətlər ala bilər? Hər tərəfə mənfi 4 əlavə eləyəcəm. 4 üstəgəl mənfi 4. 12 üstəgəl mənfi 4. Deməli, qalacaq burada B. Burada da qalacaq 8. B kiçikdir 8. B ala bilər. B ala bilər mənfi sonsuzluqdan 8'ə istənilən qiyməti. Deməli, digəri hansı qiymətlər ala bilər?
mənfi sonsuzluqdan 8-ə. Daha sonra keçirik 5-ci tapşırığa. 5-ci tapşırıqda bizə verilib 4 kiçikdir x kiçikdir 6, 1 kiçikdir y kiçikdir 2. Deməli, bizə 2x dediyi üçün hər birini burada 2-yə vuracağım. 8, 2x, 12. Bunu y-yə bölməyimizi istəyir. Bunu böləcəyik y-yə. Y-yə bölmə olanda çarpaz bölünür. Bunu buna, bunu da buna böləcəyik. Yəni 8 bölü 2 işarə oldu, o kimi qalır. 2x bölü y, 12 bölünsün 1. 4 kiçikdir. 2x bölü y kiçikdir 12. Cavabımız olacaq D variantı. Keçirik 6-cı suala. C-nin hansı qiymətlərində 2 vurulsun C çıxılsın 3, 0,5 üstə gəl C müsbətdir. Mötərizəni vurub açaq. 2C çıx 6. Burada mötərizə qarşısında müsbət var. Hər biri əks işarə ilə çıxacaq. 2C-dən C çıxıram C. Mənfi 6 ilə mənfi 0,5, mənfi 6,5. Mənfi 6,5-i əks işarə ilə sağ tərəfə keçirirəm. C-nin hansı qiymətlərində olacaq? Mənfi sonsuzluqdan, daha doğrusu 6,5-dən böyük deyirsə 6,5-dən müsbət sonsuzluğa. 6,5 müsbət sonsuzluq. Keçirik 7-ci suala. 7-ci sualda düzbucaqlının tərəfləri A və B-dir və onun perimetrini istəyir bizdən. Perimetr bilirsiniz ki, düzbucaqlıda P bərabərdir 2A üstə gəl 2B-yə. Çünki bir A tərəfi də 2 dənədir, B tərəfi də 2 dənədir. 15 kiçikdir A kiçikdir 20. Hər birini 2-yə vursam 30, 2A və 40. Daha sonra verib 6 kiçikdir B kiçikdir 8. Burada da hər birini 2-yə vursam 12 kiçikdir 2B kiçikdir 16 və biz bunları toplamalıyıq. Perimetr çünki bunların cəmidir. Deməli bunu və bunu toplayacağım. Toplayanda alt-alta toplayırıq. Toplayaq. 42 2A üstə gəl 2B və 56. 2A üstə gəl 2B perimetrdir. 42 kiçikdir P kiçikdir 56. Cavabımız olacaq A variantı. 8. 8-ci sualda 1 kiçikdir A kiçikdir 3 verilib. 8 çıxılsın 2A-nı bizdən istəyir. Gəlin əvvəlcə burada 2-yə vuraq. Mənfi 2-yə hətta. Mənfi 2, mənfi 2A, mənfi 6. Mənfiyə vururuqsa işarələr dəyişir. Daha sonra hər bir həddə 8-i əlavə edirik. 8, 8, 8. Burada olur 6. Burada bizdən istədiyi 8 çıx 2, burada da 2. Qiymətləndirdik 6 ilə 2-nin arasında. 2, 6. Keçirik 9-cu tapşırığa. 9-cu tapşırıqda birincisində bizə verilib mənfi 4 kiçik bərabərdir, x kiçik bərabərdir 4. Ən kiçik tam həlli demə bu x yerləşir mənfi 4 ilə 4 aralığında. Ən kiçik qiymət olacaq mənfi 4. Ən böyük qiymət olacaq müsbət 4. Tam hədlərinin cəmi isə mənfi 4-dən müsbət 4-ə cəmləyəndə hər biri islah gedir, 0 qalır. Tam hədlərinin cəmi 0, D variantı. Ən kiçik qiyməti mənfi 4, A variantı. İkincisinə keçirik 9-un. Mənfi 4 kiçikdir, x kiçik bərabərdir 4. Mənfi 4 ilə müsbət 4 daxil olmaqla bu aralıqda yerləşir. Ən kiçik qiyməti mənfi 4-dən sonra mənfi 3-dür. Ən kiçik qiyməti B variantı demək. Ən kiçik qiymət mənfi 3. Ən böyük qiymət desə müsbət 4-ün özü. Buna uyğun gələn variant yoxdur. Daha sonra 9-un üçüncüsünə keçirik. Mənfi 3 kiçikdir, x kiçikdir 4. Burada ən kiçik qiymət desə mənfi 3-dən sonra mənfi 2 gəlir. Ən böyük qiymət desə 4-dən əvvəl 3 gəlir. Ən böyük qiymət 3-dür.
ən kiçik tam həlli A-da, onu qeyd etmişdik. Başqa uyğun gələn variant yoxdur. Variantlar da qalmadı. Keçirik biz 10-cusuna. 10-cu tapşırıqda 1 çıxılsın kök 5. Bunu ilk mövzunuzdur, 8-ci sinifdə keçmisiniz. 1 çıxılsın kök 5-imiz mənfidir, yoxsa müsbətdir? Biz bunu necə təyin edirik? 1-i elə kök altında yaza bilərsiniz. 1 çıx 5 təbii ki, mənfi ədəd olacaq. Çünki 1 5-dən kiçikdir. Kök altında 1, kök altında 5-dən kiçikdir. Bu mənfidirsə, deməli, bu işarəmiz dəyişir. X çıx 3 böyükdür 0 olur. Mənfi 3-ü bura keçirirəm. Olur müsbət 3. Yəni 3-dən müsbət sonsuzluğa. X 3-dən böyükdürsə 3-dən müsbət sonsuzluğa 3 daxil olmamaqla. Daha sonra 11-ci tapşırıqla davam edirik. 11-ci tapşırığı yenə ilk mövzunuz kök 6 dərsini keçəndə kökün nə zaman mənası var? Böyük bərabərdir 0 şərti qoyuruq. Yəni 0-a bərabər olanda və yaxud da müsbət olanda. 3-ü mötərizə xaricinə çıxarıram. Hər tərəfi 3-ə bölürəm. X üstə gəl 5 böyük bərabərdir 0. 5-i keçirirəm digər tərəfə. X böyük bərabərdir mənfi 5. Cavab olur A variantı. 12-ci tapşırıqla davam edirəm. 12-ci tapşırıqda da bərabərsizliyin hər iki tərəfini mənfi 2-yə böləcəm. Mənfi 2-yə bölürəm 1, mənfi 2-yə bölürəm mənfi 4. Mənfiyə böldüyüm üçün də işarəni dəyişirəm. Burada mənfi 4-dən kiçik ədədlər ödəyir. Ən böyük olacaq mənfi 3-ün özü. Mənfi 4-dən əvvəl mənfi 3 gəlir. Daha sonra 13-cü tapşırığa keçirik. 13-də məxrəcdən azad edə bilərik. 2 ilə 4-ə əkob düşünürsünüz 4. Deməli, hər bir kəsri 4-ə vuracaq. 4-lər gedir. Onu da 4-ə vururam. 40. 6x çıxılsın 1 üstə gəl. 2 çıxılsın 4x. 2-ni vururam. 1 çıxılsın 2x-a. 6x-dan 4x çıxıram 2x. Üstə gəl 1 böyükdür 40. 1-i keçirirəm digər tərəfə. Hər tərəfi 2-yə bölürəm. 19,5. X 19,5-dən böyükdür. Yəni 19,5-dən müsbət sonsuzluğa. A variantı. 14-cü tapşırıqla davam edirik. 14-cü tapşırıqda x-in hansı qiymətində funksiya mənfi olmayan qiymətlər alır? Mənfi olmayan o deməkdir ki, həm müsbət ola bilər, həm də 0-a bərabər ola bilər. Gəlin hər tərəfi 3-ə vuraq, məxrəcdən azad edək. İndi isə hər tərəfi 2-yə bölək. Deməli, 12 də daxil olmaqla müsbət sonsuzluğa gedəcək. Çünki x 12-dən böyükdür. Cavabımız olacaq B variantı. 15-ci sualla davam edirik. Bunu da kvadrat tənliklərdə öyrənmisiniz ki, tənliyin nə zaman həqiqi kökü yoxdur? D kiçikdir 0 olanda. Yəni B kvadratı çıxılsın 4AC kiçikdir 0 şərti qoymalısınız. B'miz mənfi 7-dir. Mənfi 7-nin kvadratı. C'miz də budur. Yəni A 49 çıxılsın 4A kiçikdir 0. 49-u əks işarə ilə digər tərəfə keçirirəm. Hər tərəfi mənfi 4-ə bölsəm işarə dəyişir. 48-i də 4-ə böləndə 49-u 12,4/1. Yəni 12,25 onluq kəsir şəklində cavabı verib bizə. A 12,25-dən böyükdür. Yəni müsbət sonsuzluq. Bizə bu şərti verir belə variantlarda. A böyükdür 12,25. Daha sonra 16-cı tapşırığa baxırıq. Bu dəfə isə modul bərabərsizliyi verib bizə. Modul bərabərsizliyi bir dəfə modulu gördüyümüz kimi yazırıq. Bir dəfə isə ortadakı bu işarəni dəyişirik. 5-i də mənfi 5 yazırıq. Və modul bu işarəyə diqqət edirik. Kiçikdirsə kəsişmə götürür. Yəni sistemi alırıq. Bərabərsizlikləri ayrı-ayrı həll edirəm. 2x kiçik bərabərdir 6. X kiçik bərabərdir 3. 2x böyük bərabərdir mənfi 4. X böyük bərabərdir mənfi 2. Ədəd oxunda köklərimi qeyd edirəm. Mənfi 2 daxildir.
3 daxildir. -2-dən böyük olanlar gedir müsbət sonsuzluğa. 3 böyükdür mənfi sonsuzluqdan və biz kəsişməni götürməliyik. Baxın, kəsişmə buradadır. Alt üst bərabər ştrixi hara qoymuşamsa, kəsişmə oradadır. Yəni -2 ilə 3 aralığı həllərin sayını istəyir. -2, 3 hər bir daxil olmaqla biz indi sayını qeyd edək. Yəni -2, -1, 0, 1, 2 və 3. İkisi burada, 4'ü burada, 6 dənə. Cavabımız olacaq D variantı. 17-ci suala baxırıq. Trapeziyanın oturacaqlarını veribdir bizə, deməli. 7 kiçik bərabərdir, x kiçik bərabərdir 11, 5 kiçik bərabərdir, y kiçik bərabərdir 9. Böyük və kiçik oturacaqlar və bizdən orta xətt istəyir. Demək ki, biz bunları toplamalıyıq. Topladıq. Daha sonra isə 2-yə bölməliyik. Trapeziya oturacaqların cəminin yarısıdır. Yəni 6 kiçik bərabərdir x üstəgəl y bölü 2 kiçik bərabərdir 10. Hansı aralıqda oldu? 6-10 aralığında, hər ikisi də daxil olmaqla bu şəkildə. Keçirik 18-ci suala. 18-ci sualda modul bərabərsizlikdir. Deməli, modul hər zaman mənfi ədədlərdən böyükdür. Ona görə də bura mənfi sonsuzdan müsbət sonsuzluğa həll etməyə ehtiyac yoxdur. Bura gəlir A variantı. Daha sonra bizə nə deyir? İkincidə, bu birinci idi. Modulda x çıx 2 kiçikdir 1. Bir dəfə x çıx 2 kiçikdir 1 yazıram. Bir dəfə də x çıx 2 böyükdür mənfi 1 yazıram. Bir dəfə olduğu kimi bir dəfə dəyişirəm və modul kiçikdir şərti verilibsə nə götürürük? Kəsişmə. Kəsişməçə sistemdən söhbət gedir. Hər birini ayrı-ayrılıqda həll edirəm. Burada da müsbət 1 aldım. Ədəd oxunda 1 və 3-ü qeyd edirəm. Deməli, 1-dən böyük olanlar müsbət sonsuzluğa, 3-dən böyük olanlar mənfi sonsuzluğa. Kəsişmə baxın buradadır. 1 ilə 3 aralığında. Yəni, bura gəlir C variantı. Buranın ən böyük tam həlli verib 2. Burada tam həll sadəcə 2-dir. Ona görə D variantını götürməyəcəyik. Götürə də bilərik. Həm ən böyükdür, həm də ən kiçikdir. Götürə də bilərik, götürməyə də bilərik. Üçüncüyə baxırıq. Üçüncüdə isə bizə deyir ki, modul kiçikdir. Modul kiçikdir. Mənfi 2. Modul kiçikdir, mənfi 2 ola bilməz. Çünki moduldan hər zaman ədədlər müsbət çıxır. Müsbət ədədlər mənfi ədədlərdən böyükdür. Ona görə də bu boş çoxluq bura gəlir B variantı. 19-cu sualla davam edirik. Düzbucaqlının uzunluğu 7, eni isə neçə santimetr olmalıdır ki, perimetri tərəfi 6 santimetr olan kvadratın perimetrinə kiçik olsun. Tamam. Düzbucaqlı bir tərəfi 7-dir. O biri tərəfini bilmirəm. Düzbucaqlının eni x-dir, düzdür. Uzunluğu 7-dir. Olsun burada. Düzbucaqlının uzunluğu 7-dir, enini bilmirəm. Perimetri, yəni bunun perimetri 2 vurulsun x üstəgəl 7 olacaq. Bu 2 vurulsun x üstəgəl 7 tərəfi 6 olan bir dənə kvadrat çəkirəm. Bunun perimetrindən, bunun da perimetri 4 vurulsun 6 olacaq. Yəni 4 vurulsun 6-dan kiçik olsun deyir belə. Bunda həll edək. 2x üstəgəl 14 kiçikdir 24. 2x kiçikdir 10. Hər tərəfi 2-yə bölürəm. X kiçikdir 5. 0 daxil olmamaqla tərəf mənfi ola bilməz axı. 0-dan 5-ə qədər. Keçirəm 20-ci tapşırığa. 20. 20-ci tapşırıqda 2 çıxılsın kök 5 bir mötərizədə verilib. Vurulsun x kiçikdir 4 çıxılsın kök 20. Kök 20-ni 4 vurulsun 5 düşünsək 2 çıxır vuruq kimi kök 5 qalır. Buradan 2-ni ortaq vuruq çıxarıram. 2 çıx kök 5'lər hər tərəfdən ixtisar gedir. Amma 2 çıx kök 5 mənfidir yoxsa müsbət. Kök altında bunu 4 yazıram. Görürəm ki, bu mənfi ədəddir. Mənfidir. Mənfidirsə hər tərəfi mənfiyə böləndə bu işarə dəyişir. X böyükdür
2. Buranı ödəyən ən kiçik qiymət olacaq 3. Çünki 2-dən müsbət sonsuzluğa gedir. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.